بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Karşıda İmam Hüseyin ve Sadiq ardıcıllarının, yar ənsarının Ərbəin mərasimi gəlir. Bu münasibətlə hamımıza başsağlığı verir. Allah bizi Quranla əhl-i beytdən ayrı salmasın inşallah. Hər bir hadisənin, hər bir hərəkatın bir baş vermə səbəbləri var. Bir də yaşaması, davam tapmasının amilləri var, səbəbləri var. Adətən biz Kərbəlanın nəyə görə baş verdiyi barəsində danışırıq və danışmalıyıq da, əhəmiyyətlidir. Amma nəyə görə yaşayır, nəyə görə bugün biz bunu qeyd edirik, nəyə görə belə davamlı olub, bərəkətli olub, insanlar üçün günbəgün bu məktəb daha da əhəmiyyət tapır, insanlar getdikcə Kərbəlaya baxmayaraq ki, fəsad yayılır, insanların fəsada getməsi üçün daha da çox şərait yaranır. Bununla belə insanlar İmam Hüseynin başladığı hərəkatı sarı sürətlə hərəkət edirlər. Bunun bir səbəbi var. Bu səbəbsiz deyildir. Hər bir ağıllı insanı düşündürür və düşündürməlidir. Quran-ı Kərim buyurur: İzâ câ'a nasrullâhi vel-feth ve ra'ayten nâse yedhulûne fî dînillâhi afvâca. O zaman ki Allah'ın köməyi, ilahi yardım və fəthi gəldi, qələbəsi gəldi, o zaman insanların dəstə-dəstə dinə daxil olduğunu görərsiniz. İlahi yardım və fəth gələn zaman insanların dəstə-dəstə dinə daxil olduğunu görərsiniz. Mömin olduğunu görərsiniz. Fəsəbbih bihamdə rabbikə və estağfirullah. Siz Allahın şəninə tərif deyin, təsbih deyin və günahlarınızın bağışlanmağını istəyin, bu bağışlayandır. Burada bir ilahi yardımdan söhbət asılır, ilahi yardımdan, bir də fəthədən. Allah İzâ câ'a nasrullah əvvəl deyir. Nasrullah yəni ilahi yardım. İlahi yardım və fəth gələn zaman nə olacaq? Biz hardan bilə ilahi yardım var ya, yoxdur. İlahi yardımın, qeybi köməyin əlamətləri, nişanələri insanların dəstə-dəstə, xüsusilə cavanların dəstə-dəstə dinə, İmam Hüseynə, əhl-i beytə sarı gəlməkdir. Bu ilahi yardımın əlamətləridir. Çünki Quran deyir, Quran deyir ki, ilahi yardım gələn zaman insanların dəstə-dəstə dinə daxil olduğunu görərsiniz.
Sonra deyir, fəth gələcək. Fəth deyir, qələbə. Allahın köməyi ki gəldi, ilahi yardım ki oldu, qeybi köməklər ki insanlara oldu, bundan sonra fəth gəldi. وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْعَرْضِ Yer, göy Allahın qoşunudur. لَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُ Onun qoşunun sayı nə qədərdir? Onun qoşunu kimlərdən ibarətdir? Təkcə o bilir. Sənin qəlbin də onun qoşunundandır. İnsanların vicdanları Allahın qoşunudur. İnsanların ağılları Allahın qoşunudur. Rivayətdə də gəlmişdir. Salavat zikrilir Peyğəmbər və alə Peyğəmbər. Əgər biz bugün insanların kütlə şəklində bütün məhdudiyyətlərə, təzyiqlərə baxmayaraq dünyanın hər yerində məscidlərə, Hüseyniyələrə sarı gəlişini görürüksə, bu Allahın yardımıdır. Bu fəthin nişanəsidir. Bu qələbənin əlamətidir. Bu belə deyildir. Getdikcə də daha da dərinləşəcək, daha da sürətlənəcək. Onun müqabilində, bu surənin müqabilində bir ayə var. Bunun tam əksini kafirlərə Allah vəd edir. Ənfal surəsinin 36-cı ayəsidir. Deyir, İnnəl-ləzīnə kəfəru yunfiqūnə ənvələhum liyasuddu an səbilillah. Kafirlər sərmayə qoyarlar ki, Allahın dininin qabağını alalar. Bütün güclərini, imkanlarını səfərbər edərlər ki, Allahın dininin qabağını alalar. Fəsəyunfiqūnəha Onlar bunu eləyəcəklər, sərmayə qoyacaqlar. Sonra nə olacaq? Bizə dedi, ilahi yardım və fəthidə bizə bu vədəni verdi. Birinci ilahi yardım, Nəsrullah, ikinci fəth. Bunlara nə deyir? Sümmə təkunu aleyhim həsrətən. Bizə ilahi yardımdır, bunlara həsrət. Bizə fəth idi, sümmə yuğlabun. Kafirlərdə isə məğlub olacaq. Bu bizə xoş vədədir. Nəsr surəsində kafirlərə isə bəd vədədir. Sümmə təkunu aleyhim həsrə. Həsrət adətən hardan olur? Haçan olur? İnsan zəhmət çəkir, sərmayə qoyur, əlindən gedir. Sonra həsrət gəlir. Ya həsrətən aləl-ibad, ən böyük həsrət qiyamət günündə olacaq. Ey 60 il yaşadım, 70 bir də məscidin həyətinə gedmədim. O qədər bu restoranda, bu çayxanalarda pul xərclədim, bir dəfə mən Allah yolunda pul xərcləmədim. Bəzən insan əzər çəkəcək, mən ayda 50 manat konturuma pul xərcləyirdim, 50 manat siqaretima pul xərcləyirdim. Onun 10%-ni mən din üçün xərcləməmişim. Əsr çəkəcək. Həqiqət, bunlar dəhşətdir. Allah Quranda deyir, mən cəha bil həsənət fələhu əşr amsalihə. Bir yaxşı iş müqabilində 10 bərabərin verirəm. Sən pulları verirsin siqaretə. Pulları verirsin boş-boş şeylərə. Həsrət gətirəcək insana. Bunlar da gecə-gündüz pullarını, fikirlərini, əməklərini, adamlarını Allaha qarşı sərf eləyiblər. Dinin qabağını almaq üçün sərf eləyiblər. Axırda nə görəcəklər? Məğlubiyyət, nəticəsizlik. Sümmə təkunu aleyhim həsrə. Bizim üçün ilahi yardımdır, bunlar üçün həsrətdir. Bizim üçün fəth olacaq, bunlar üçün sümmə yuğlabu. Məğlub olacaq. İlahi yardımın əlaməti insanların dəstə-dəstə dinə daxil olmasıdır.
və Kərbalada. Kərbalanın qalmasının rəmzi nədədir? Niyə insanlar gəlirlər bunu qeyd edirlər? Çünki Kərbalanın arxasında ilahi əl durur. İmam Hüseynin hərəkatının fövqündə ilahi yardım durur. Allah o hərəkatı idarə edir və eləyir. Elhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbinə. O hər vaxt, hər zaman, hər yeri idarə edir. Fikirləri də o idarə edir. Qəlbləri də o idarə edir. Niyə imam deyirdi, Allah sənin istəyivə razıyam mən? Niyə bunu deyirdi? Ona görə ki, o bilirdi, əgər bir işdən Allah razıdırsa, Allaha görə o iş görülürsə, o iş davamlı olacaq. O işin davamını Allah tutacaq. İxlasla başlayan iş, birinci səbəb ixlasdır. İxlasla yəni, Allaha görə işi görmək. İxlas yəni, Allah xatirinə işi görmək. Qurbətən ilallah ki, namazda deyirik, yəni Allaha xatir, Allaha yaxınlaşmaq üçün, ona buna yox. Bu olarsa, o iş, o əmək, o namaz, o oruc, o attığın addım bərəkətli olacaq. O qədər Allah ona bərəkət verəcək, özün də bilməzsən. Allah Quranda buyurur, mən cəə bil həsənəti fələhu əşru əmsaliyyə. 10 bərabərin verirəm. Bu ən azıdır. Başqa ayədə deyir, 700 bərabərin verirəm. Bu sıfır, bir dənə sıfır qoy, sıfırdır da. 2 dənə sıfır olsun, sıfırdır da. Birini də artır ona, bir şey fərq eləyər. 3 dənə sıfır yox, deyəfədir. Nəsə fərq eləyər, 3 fərq eləyər. Amma onun qabağında bir qoysun, bir fərq eləyər ya yox. O sıfırlar can tapacaq, qiymət tapacaq, dəyər tapacaq. Bir dənə sıfırdırsa olacaq 10, 2 dənə sıfırdırsa olacaq 100, 3 dənə sıfırdırsa olacaq 1000, dəyər tapacaq. Nəyin sayəsində dəyər tapacaq? O birin sayəsində. O birdən sonra nə qədər sıfır qoysun, onlar dəyər tapacaq. Bizim bütün əməllərimiz o sıfırın mənziləsindədir, o sıfır kimidir. Onun qabağında qoyduğumuz o bir ixlası, 2 ixlasıdır ki, ona dəyər tapacaq. O sənin namazın, o sıfır namazın, sıfır orucun dəyər tapacaq, əhəmiyyətli olacaq ki, onun başında, onun önündə 1 ya 2 ya 3 ixlası durar. Əli əleyhissalamın bir zərbəsi bütün əməllərdən üstün olursa, onun səbəbi odur ki, onun ixlası ondan da keçmiş, 100-dən də keçmiş. O sıfırlar dəyər tapacaq. Nə qədər bacarırıqsa gərək işin Allaha görə olduğunu təzmin eləyək, təmin eləyək. Necə sən qibləyə qalırsan, namaz qılırsan, bir yerə düşübsən, qibləni bilmirsən, kompası qoyursan, oxu hansı tərəfə durur, oxla təyin edirsən qibləni. Onu dəqiqləşdirirsən, ondan sonra namazı qılırsan. Onu dəqiqləşdirmədən namazın əhəmiyyəti yoxdur. Onu dəqiqləşdirməlisən, qibləyə durmalısan, sonra namaz qılmalısan. Fikir baxımdan bilmirsənsə, 4 tərəfə qılmaq o ayrı məsələdir. Amma qibləyə bir namaz qılması, o namazı qəbul deyil. Bir əməli başlamamışdan öncə gərək sən öz qəlb kompasının oxunu Allaha sarı saxlayasan. O ox necə görsən əsir, onu dəqiqləşdirməlisən, o qəlb oxu da əsir, şeydir.
şeytanın o tərəfə əstir, bu tərəfə əstir ki, qiblədən çıxardı adamı. Onun işi ondan ibarət. O bilir ki, bu 2 rükət ixlasla namaz qılarsa, onun üçün meyraz olar. O Allahla danışmış olar. Onun sözünün kəsəri olar. O İyyəkə nə'budu deyəndə həqiqətən də Allaha ibadət edər. Onun üçün əsdirir o oxu. İstəyirsən fikrini namazda toplayasan, itirdiklərimi də namazda taparsan. O şeytan məşğuldur, o bekar deyil ki. Bir işin yaşanmasında, davam tapmasında əsas səbəb ixlasdır. İşin Allah'a görə olmasıdır. Salavat zikr edir, Peyğəmbər və Ali Peyğəmbər. Siz baxın, Əhl-i Beyt barəsində Allah Teala ayə nazil edilsə Quran-ı Kərimdə, Quranda nazil etdiyi ayələrin Əhl-i Beyt barəsində nəyə görə nazil olduğunu bilən araşdırın. Allah özü bəzi ayələrdə açıq-aşkar deyir. Açıq-aşkar deyir ki, nəyə görə nazil elədi? وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Əhl-i Beyt öz iftarını miskinə, yetimə, əsirə verdi. Nə dedi? Dedi, İnnəmə nut'imukum evəcə. Dedilər, biz yalnız və yalnız Allaha xatır sizə bunu veririk. Səbəb budur. Səbəb budur ki, o iş əhəmiyyətli işdir. Çox mühümdür iftarı verəsən. Amma ola bilər, iftarı da sən yetimə verəsən cəmaata xatir, elə xatir, reklam xatirinə. Ondan çətini budur ki, niyyəti pak eləyəsən, rivayətdə gəlir. Əməlin ən ağır hissəsi niyyətin pak olmasıdır. Ən ağır hissəsidir. Alim ola bilərsən, gecə-gündüz dərs oxuya bilərsən, gecə-gündüz danışa bilərsən, amma danışıqların Allaha görə olsun, məsələsi çox ağırdır. Əməlin ən ağır hissəsi niyyətdir. Niyyəti doğru, kompas oxunu, qəlbin oxunu Allaha sarı saxlamaq çox çətindir. Odur, Allah buyurur ki, bu ayədə, onlar deyir, İnnəmə nut'imukum, demir nut'imukum, deyir, İnnəmə. İnnəmə yalnız və yalnız. Bunu Allaha xatir sizə verir. La nuridu minkum cəzaən və la şükura. Sizdən nə cəza, nə əvəz. Şükür, nə təşəkkür. Nə əvəz istəyirik, nə də təşəkkür istəyirik. Heç nə istəmir. Bunu Allah təfsir eləyir. Heç vaxt Əhl-i Beyt bir kasbın üzünə deməz ki, mən səndən əli eləsəmə yüzünə baxmırdı onların. Allah deyir, bunların qəlbindən bu keçirdi. Bunlar vücudu ilə, varlığı ilə belə verirdilər. Belə daşınırdılar, düşünürdülər. Ya məsələn 55-ci ayə Maidə surəsi. İxlas çox mühümdür. Kərbəlanın yaşanmasında, qalmasında, əsas səbəb, ixlas, Allaha görə işin olmasın. Allah onu imzalayır. Deyir ki, bu iş mənnidir. Deyir, əgər iş mənə xatir olubsa, rivayətdə var, mən onun mükafatını verirəm. Əgər yox, mənə görə yox, başqasına görə olub, ya mən də varamsa, başqası da varsa, onu mən verərəm şərik kimi, rivayətdə gəlir. Kesin o əcr indirsin. Allah da əcr verəndə qoyun, quzudan, ceyrandan, cüyüründən vermir ki. Onlar çox dəyərsizdir. Allah əcr verəndə böyük şey verir. Onlar, onun qoyunu sən də verə bilərsin o birisindən. O bir şey deyil. İnəkəl kəvsər, biz sənə kovsər veririk. Məqamən məhmuda deyil, Peyğəmbər sənə məhmud məqamını verir.
Səfa yudiyyə Rabbukə fətarda. Mən sənə elə şey verirəm ki, razı olarsan. Quranda deyir, şəfaət məqamı deyir, Peyğəmbərə deyir. O böyük məqamları verir. Kiçik şeylər, onlar kiçikdir. Sən yaxşı düşün, Allah sənin düşündüyündən də üstünü verəcək sənə. Sənin məqsədin Allah'dırsa, məsələn, əgər sənin məqsədin bir məscid tikməkdirsə Allaha xatir, Allah sənə elə şərait yaracaq, 10 məscid tikə bilərsən. Həzrət İsa Peyğəmbərin, Həzrət Məryəmin anası, İsa Peyğəmbər dünyaya gəldi. Həzrət Məryəmin anasının anası, yəni Hənnə xatın, Allahla razı niyaz eləmişdi ki, mənə bir oğul uşağı ver, onu sənin övvə həsr edeyim. Qoy sənə xidmətçi olsun, qulluqçu Allahın evində Allah xidmət eləsin. Allahın bəndələrinə xidmət eləsin. Bunun niyyəti bu idi. Həzrəti Məryəmin anası Hənnə uşağı doğur, dünyaya gətirir. Fələmmə vəzatha, qal Rabbini vəzatha olunsa. Dünyaya gətirəndən sonra deyir ki, ilahi mən qız uşağı dünyaya gətirirəm ki. Bəs mən istəyirdim oğlan uşağı verəsən mənə, mən onu verim sənin evində qulluqçu olsun, xidmətçi olsun. Vəleysə zəkəru kəl-unsa. Allah deyir ki, vallahi a'lam bima vəzat. Vəleysə zəkəru kəl-unsa. Allah bilir. Allah bilir sən nə dünyaya gətirirsən. Qız oğlan kimi deyil. Oğlan qız kimi deyil. Yəni sən oğlan uşağın üstün görürsənsə, mən sənə qız uşağını vermişəm. Demir qız oğlan kimi deyil, deyil, oğlan qız kimi deyil. Məryəmin anasının, Hənnənin fikirləşdiyi var Allah'a xatir. Allah ondan da genişini fikirləşin onun barəsində. İsa Peyğəmbər xülasəsi dünyaya gəlir. Nə demək istəyir Allah? Deyir Məryəmin anası, ay Hənnə, sən istəyirsən bir oğlan uşağın ola məscidi abad eləyə, mən sənə bir İsa verərəm, bütün məscidləri abad eləyər. Bütün bəşəriyyətin hidayət nöqtəsinə gəlir. O yaxşı şey fikirləşirdi. Amma Allah görür, niyyəti başdır, düşüncəsi kiçikdir də Allahla müqayisədə. Allah ondan da kiçikdir. Bunun əksi də belədir. Əhl-i Beytin düşmənləri, Quran-ı Kərim deyir, Peyğəmbərin vəfatını göstərirdilər, gözləyirdilər. Quran da deyir, Quran deyir ki, Əm yəqulna şairun nətərabbəsu biyə reybəl mənun. Biz gözləyirik reybəl mənun, yəni ölüm, Peyğəmbərin ölümünü gözləyirik. Bu şairdir, o öləcək, hər şey yığışıb gedəcək. Onun ölümü ilə hər şey bitəcək. Və gözləyirdilər. Quran bölümü Tur surəsinin 30-cu ayəsində. Və bu yandan da Peyğəmbərə deyirdilər ki, sən oğlun da yoxdur ki. Kim davam edəcək bunu? Sən nəslini də qət olacaq. Oğlun yoxdur, özün də ölürsən, hər şey bitəcək. Allah nə deyir? Bu düşmənin fikirləşdiyidir. Peyğəmbərin məktəbi niyə məhv olacaq? Ona görə ki, uşağı yoxdur, oğlu yoxdur. Düşmən bu həddə fikirləşir. Allah əgər buna oğul uşağı versəydi ki, ondan sonra onun nəslini, onun hakimiyyətini davam eləyə, o olardı adi bir hakimiyyət də. Nəyə də davam eləyə bilər ki? Bir qeyri-məsum, qeyri-məsum. Nə qədər Peyğəmbərin yolunu, o hakimiyyətini idarə eləyə bilərdi ki? Nə qədər insanlar içində cəmiyyət arasında nüfuz tapa bilərdi, hakimiyyətini qoruya bilərdi?
Allah deyir, inna a'taynakal kavsar. Biz sənə Kavsarı vermişik, Xanım Zəhranı vermişik, həm də sənə Məryəmi vermişik. Məqsədimiz var burada. Məqsədimiz budur ki, 11 məsum övlad verək Xanım Zəhraya ki, qiyamətə qədər Peyğəmbərin məktəbini qorusun. Onlar deyirlər, Peyğəmbərin oğlu olsaydı, bir neçə ildə onun hakimiyyətini qoruyardı da. Bunlar bu cür fikirləşir. Yəni, ədavəti qəlbəndə var, amma düşüncələri bu qədərdir də. Allah nə fikirləşir? Allah geniş fikirləşir. Biz sənə Kavsar dedik. Odur, ixlas çox mühümdür. Sən yaxşı niyyətin olsun, Allah sənə düşündüyündən də böyük verəcək. Niyyəti nə gəlməkdir? Bir çox şeyləri özümüz düşünə bilmərik. Didakımız, ağlımız o qədər deyil. Amma niyyətimiz təmiz olanda Allah da niyyəti görəndə paçdır, xəyanət eləməz. Bunun başqa məqsədi yoxdur. Allahın əlindədir də və biləhi xəzainin Allah'dır. Yerin göyün xəzainin, xəzinələr Allah'dır. Birinci amil ixlasdır. Gərək yaxşı fikirləşək, niyyət eləyək, niyyətimiz fayda olsun. İkincisi, əməlin düz olmasıdır. İndi strategiyada demək olar. Sənin strategiyan, addımın düz olmalıdır. Məsələn, İmam Kərbalaya gələndə həcdən çıxdı da, hamı həccə gedirdi, 8-ci gün idi. Niyyətləri təmizdir. Qəlbi məlizləri qoyulub qırağa, biri əgər vəzifəsini bilirsə, Məkkəyə getmək deyil, Kərbalaya getməkdir, ondan işimiz yoxdur. Amma əksər insanlar Allaha görə həccə gedirdi də, həcc mərasimindədir. Niyyətləri yaxşıdır, Allaha ibadət eləmək istəyirlər. Amma addımları düz deyil. İmam deyir ki, bugünkü vəzifəniz Kəbənin ətrafına təvaf etmək yox, Kərbalaya gəlməkdir. İstəyirsinizsə bu həccin ruhunu qoruyasınız, gəlir Kərbalaya gələsiniz. Peyğəmbərdən öncə də həcc var idi da. Bu bütləri qoymuşdular yuxarıda da, cəmaət ətrafına dövrə vururdu. Bütü birdən çıxarmamışdılar ki, ora. Bu büt əvvəl insan idi, sonra onu elədilər büt, sonra yavaş-yavaş gətirirlər, qoydular Kəbənin üstünə. Siz də bu Kəbənin ətrafına bu düşüncə ilə təvaf eləsiniz, bir gündə bütü gətirib onun üstünə qoyarlar. Gəlin Kərbalaya, aşağı düşünün həccin məqsədini. Strategiya özü çox mühümdür. Bugün günümün vəzifəsini təyin etmək çox mühümdür. Bugün sənin boynuna nə məsuliyyət düşür, nə vəzifə düşür? Sənin vəzifən nədir, nədən ibarətdir? Bəzən bizim vəzifəmiz danışmaqdan ibarətdir, bəzən yazmaqdan ibarətdir, bəzən çölə çıxmaqdan ibarətdir. Təkli danışmaq deyil, təkli namaz qılmaq deyil ki. Vərdişli namazda bəli adam bilməz. Vərdiş edərsə bir ibadətə, onda bilməz bu vəzifəmizdən. Şuurlu ibadətdə, şuurlu insana ya dini başa düşərsə, onda vəzifəsini də təyin edə bilər. Təkcə şuar yox, şuurumuz olmalıdır. Şuuru olmayan dindarın vəzifəsini təyin etməsi çox çətindir. Şuuru olmalı. O da strategiya düz olmazsa nəticə verməyəcək. Niyyətin paçdır. Allahın köməyi ola bilər sənə niyyətin paçlığına görə. Amma görə addımını da dəqiqləşdirərsən. İmam Hüseyin əleyhissalam bilirdi ki, Həl tərəbbəsinə binə illə ihdəl husnəyeyn. Quran buyurur, bəzi münafiqlər həqiqi möminlərə deyirlər ki, siz gedirsiniz, məğlub olacaqsınız da, öldürərlər sizi. Müharibələr də. Siz gedməyin müharibəyə. Allah deyir ki, burada iki şey var. Ya öldürüb qələbə çalmaq, ya da şəhid olub, məğlub olmaq. Əgər məğlub olmaq demək olarsa.
ya öldürüb, qətlə yetirib, qalib olacaqsınız, ya da şəhid olub, məğlub olacaqsınız. Düşmən nəzəri. Hər ikisi daha yaxşıdır. Hər ikisi daha yaxşıdır. Sonra deyir ki, qul həl tərəbbəsunə binə illə ihdəl husnəyin. De Peyğəmbər, siz bizə iki daha yaxşının birini istəyirsiniz, iki daha yaxşının birini istəyirsiniz, iki daha yaxşının birini gözləyirsiniz, yəni ölməkdirsə şəhiddir, qalmaqdırsa qəhrəmanlıqdır, ikisi də daha yaxşıdır. Ehdəl husnəyindir bunlar. İmam Hüseyin bilirdi ki, Allah yolunda ölmək, Allah'a xatir öz yerində, Allah yolunda ölmək, stratejin düzgündür, o nəticəsiz qalmayacaq. Əgər Allah deyirsə, mən dəllədi yuqridullaha qarzan həsənə, sizdən mənə kim yaxşı borc verər? Bu borcdur Allah'a. Əgər Məkkədə olanlar qurban kəsəcəkdilərsə, onlar qoyun kəsəcəkdir, uzaqda dəvə kəsəcəkdir. Əgər onun əcri varsa, bir qoyuna Allah mükafat verirsə, İmam deyir, mən Kərbalada gəlirəm, öz bütün əzizlərimi qurban edirəm Allah. O bilir ki, bunun mükafatı nədir? O bilir, Allah'a borc verir. Allah'a borc vermək nə deməkdir? Yəni, Allah mükafatı verəcək. Allah əvəzini verəcək. Bu çox mühümdür. Bizim addımlarımız da ilk növbədə ixlaslı və siyasətli olmalıdır, dəqiq olmalıdır. Biz heç vaxt məyus olmayaq ki, Allah bizi bıraxıb, öz başınayıq, bizi və düşmən. Bu səhvdir. Bir mömin bilməlidir ki, başının üstündə Allah durur. Sən Allahın elçisisən. Sən Allahın dediyini həyata keçirdirsən. Sənə Allah deyir onu. Bu Allahın dinidir. İmam Hüseyin bunu 14 əsrdən qabaq bilir. Siz bir dənə təsəvvür edin Kərbalanı. Yezid böyük bir imperiyanın rəhbəri, bugünkü müasir dünyamızın, müasir müsəlman dövlətlərinin başında durur, bütün dövlətlərin başında durur. İmam Hüseyin 72 nəfərlə buna qarşı çıxır. Nə sayt var, nə televiziya var, nə jurnalist var. Dünyada, orada Məkkədə Kərbalanda İmam Hüseyni şəhid eləmişdilər, Şamda dedilər ki, xaricilərdir bunlar. Xəlifəyə qarşı çıxan xavaricdir, bu xaricilərdir. Heç bilmirdilər, çoxları Əhl-i Beytin balılarıdır. Oradan bilmirdilər. Vəziyyət bax nə qədər ağırdır. İmam kimə inanır bunu addımı atır? Kimə? Allah. İmam bilir ki, Allah kamerası burada çəkir. Allah kamerası da bütün qəlblərə girir. Bu günü görür. Düşmən özü etiraf edir ki, Kərbalanın qarşısını almaq mümkün deyil. Aşuranın xüsusilə qarşısını almaq heç mümkün deyil. Nə gücdür bu? İnnə li qatlil Hüseynə fi qulubil mu'minina hararatan la tabudu abadan. Peyğəmbər deyir ki, İmam Hüseynin şəhadətində möminlərin qəlbində elə bir hərarət var, elə bir məhəbbət var ki, onu soyutmaq olmaz. O mümkün deyildir. Çünki Allah durub bunun arxasında. Alimlərdən biri deyirdi ki, əhlüsünnə alimlərindən biri deyir, Əli, biz sənə qarşı böyük insafsızlıqlar etmişik. Sənə qarşı insafsızlıq etmişik. Amma bunu bilirik ki, sənin arxında Allah durmuşdur. O böyük alimlərdən biridir onların, deyir, Əlinin dostları qorxusundan, düşmənləri həsəddən, kin-küdürətdən onun fəzilətlərini pislədir. Amma bununla belə hər
Hər yerdə Əli əleyhissalamın fəziləti yayılır. Hər yer. Kimi dindirirsən dindir, Əli əleyhissalam barəsində duracaqdır, deyər yox, bu ayrı bir insan. Allah durub bunun arxasında. İmam Hüseynin Kərbəlasının, məktəbinin yaşamasının əsas səbəbləri bir ixlasdır, bir də addımın doğru düzgün seçilməsi. İmam bilirdi ki, vəzifə onda Kərbaladır, yoxsa İslam əhli edəcəkdir. O da yaşayacaq, təzyiqlər olacaq, təbiidir. İndi Yezid haradadır, İmam Hüseyin haradadır. Bir sözdə deyim, sözümü yekönmür. Bayaqki sözümün nəticəsidir. İmam şübhəsiz o əsrin, yəni Muaviyə oğlu Yezidə qarşı addımını qoymayıb. Onlar elə başa düşürdülər ki, İmam Hüseyin təkcə Yezidə qarşı çıxır. Amma Allah necə eləyib? İmam Hüseyin fikirləşirdi ki, qiyamətə qədər Yezidlərin qabağına çıxıram. İmamın o addımı, yəni qiyamətə qədər Yezidlərə qarşı çıxmaq deməkdir. Allah o bərəkəti verdi ki, dedi, mən sənə Kevsər verirəm, sənə Məryəm verirəm. İmam Hüseyin, sən də bu addımı at ki, o da deyir ki, mislə ubayu mislə. Mənim kimisi Yezidə belə eləməz. Bu əbədi olaraq Yezidlərə problemdir. Əbədi. Odur. Onlar ki, Yezid kimi davranırlar, Kərbaladan qorxulur. Qorxulla bu çıxacaq indi onlara qarşı. Bu Allahın mükafatıdır. Allah dedi, hənnə, sən bir oğlan uşağı istəyirsən, məscidi təmir edəyəm, mən elə bir adam verəcəm ki, bütün məscidləri təmir edəyəm. Düşmənlər, siz istəyirsiniz, Peyğəmbərin fikirləşsiz oğlu yoxdur, dövlət aradan gedirdim, mən ona elə oğulları verəcəm ki, qiyamətə qədər onun dinini qoruyacaq. İmam Hüseyin əleyhissalama qarşı düşmən fikirləşirdi ki, öldürsə özünü xilas eləyəcək, Yezid özünü xilas edəcək, Allah elə elədi ki, bütün Yezidlərə problem yarattı. Bu Allahın nurudur. Yaşamasında dedik, bunun qalmasında, belə genişlənməsində, bu cür həqiqətini tapmasında Allah idarə edir. Məsələn, fikrimiz pak olsa, Allah bizim fikirlərimizdə bu cür bərəkətli edir. Təkcə öz kəndinin, öz obavın, öz şəhərin, öz zamanının düşmənVə qarşı yox, bütün düşmənlərə qarşı sənin fikrini bir dənə sipər eləyəcəkdir. Hər yerdə sən düşmən qap, ölübsən, dünyadan qeybsən. Bu Allahın işidir. Allah durur bu hərəkatın başında. Allah bizim fikirlərimizə də, bizim addımlarımıza da bu bərəkəti inşallah versin. İlahi Pərverdigara, İmam Hüseyin ağadan bizi ayrı salmayın. İmanımızı, ixlasımızı kamil edin. Əhl-i düşmənlərini hidayət olmurlarsa məhvu nabud eyləyin. Kərbəla məktəbinin nüfuzunu günbəgün artır. Düşmənlərini hidayət olmurlarsa məhvu nabud eyləyin. Quranın bizim qəlbimizdə məhəbbətini günbəgün artır. Quranla bizi zinətləndir. Pərverdigara xəstələrimizə, Əhl-i Beyt xatirinə, İmam Zaman ağanın şərəfinə şəfa inayət eyləyin. Övladı olmayanlara, Əhl-i Beyt xatirinə övlad ata eyləyin. Alimlərimizin imanını, ixlasını, elmini artır. Məclisdə alimlərimiz var, xüsusilə Müzəffər ağa vardır. Allah onun elminə, nuruna, nitqinə qüvvət versin. Allah bu cür alimlərin sayını artıq eyləsin. Pərverdigara, müsəlmanları, möminləri bir-birinə mehriban qərar verginən. Onları İmam Zaman ağanın zuhuru üçün sərmayə, əməyi olan insanlardan qərar verginən. İlahi Pərverdigara ağanın zuhurunu təcil eyləginən. Həqqi əskərlərindən, yarın sarından qərar verginən. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.